Elhamdülillahi Rabbil alemin. Sual verirlər ki, Qədir gecəsi ümumiyyət sınav vaxtıdır və onun barədə məlumat. Yəni Allah Subhanahu daha doğrusunu bilir. Yəni alimlər arasında ictihadlar var. Biz ictihad, alimdir, ictihad eləyir və bildirilir. O hətta belə səhv eləsə belə onun üçün savab var. Düz desə yenə savab. Çünki onun məqsədi nədir? İnsanlara haqqı çatdırmaq. Bəli, deyənlər var ki, ən çox ehtimal olunan gecə 27-dir. Amma alimlərdən məsələn deyənlər var ki, İbn Baz kimi və başqa məşayixlər kimi deyir, əgərlərin heç bir tərəddüdsüz o gecəyə nail olmaq istəyirsənsə, o halda neyinsən? Bütün son 10 günü ibadətdə, duada, zikirdə keçirirsən. O halda mümkün deyil ki, sən o gecəyə nail olmayasan. Böyle. Bir de ki, Qədir gecəsi, necə bilirsiniz ki, Allah Subhanahu Taala özü vəsf edir Qədir surəsində. Və deyir, xeyrun min əlfi şəhr. Allah Subhanahu deyir ki, yəni o gecə birincisi Quran nazil oldu, Lövh-i Məhfuzdan dünya səmasına bütövlüklə və sonra isə oradan 23 il ərzində Allah Resulü s.ə.və nazil oldu. Və sonra Allah Subhanahu deyir, xeyrun min əlfi şəhr, yəni 1000 aydan daha xeyirlidir. Nə demək 1000 aydan daha xeyirlidir? Bunu Quranda yəni görürsən ki, gəlib çıxır 83 ildən daha çoxa. Yəni bir insan bir gecədə elədiyi ibadətlər, bir dənə Subhanallah deməsi, bir rükət namaz qılması, 5 manat, 10 manat, 1 manat nə sədəqə verməsi, nə əməl ediləsin Allah üçün, o vurulur 83 ilə. Yəni sanki elə bir 83 il sən o ibadət eləmiş kimisən. Baxın, bizdən qabaqçı qövmlər yaşayarlardı 850-1000 il misalsın, düzdürmü? Biz de ama yaşlılıq nə qədər 60, 70, 100 il olabilir. Olsun bir az çox, bir az az, Allah daha doğrusunu bilir. Amma Allah Subhanahu Teala bizə belə fürsətlər verirdi. Necə fürsətlər? O fürsətlər ki, sən onları eləsən, onları kesə bilərsən. Onların baxmayaraq ki, 800 il yaşamağına, onların əməllərini kesə bilərsən. Bax, 10 dənə Qədir gecəsi tutdun Allahın izni ilə, nə olur? Sanki 830 il, düzdürmü? Allah'a ibadət eləmiş kimi olsun, hətta ondan çox. Və budur. Məsələn, Ramazan ayıdır, bitirdin, sonra 6 gün Şavvaldan tutun, sanki 1 il oruç tutmuş kimi olsun. 1 il dayanmadan. Və təsəlli 10 dəfə, 20 dəfə belə Ramazanı və sonra Şavvalı tutun, görün necə vurulur. Ona görə də alimlər arasında, qardaşlar və bacılar, biz eşitənlər də ittifaqdır ki, Allah Resulü s.ə.və ondan qabaqçı peyğəmbərlərə verilən nimətlər və möcüzələr hamısının ən yüksəyi verilibdir. En yüksəyi Allah Resulü s.ə.v verilir. Baxın, misal üçün, Musa Aleyhisselam'a nə verildi? Dənizi yarmaq, düzdürmü? O yerdə oldu. Amma Allah Resulü s.ə.və nə verildi? Göydə ayı paralamaq. Və sonra Bəqərə surəsində gəlir. Musa Aleyhisselam vurur daşa, daşdan nə olur? Sular başlayır axma, onları içirlər. Bunun Allah Resulü s.ə.v nəyə verildi? Barmaqların arasından su axmağa başladı. Və belə də möcüzələr nə qədər istəyirsən. Görürsən, həmi əməl baxımından, həmçindəki belə möcüzələr baxımından Allah Resulü daha çox verilir. Bəzi insanlara şübhə yaranır nədə? Davud Aleyhisselamın orucunda. Deyirlər ki, Davud Aleyhisselama ondan daha çox verilmişdir. Bir gündən bir oruc. Siz saysanız, o alimlər artıq sayıqdır. Allah Resulü'nün sünnədə varid olan orucları və Ramazan orucu, onu tutan şəxs artıq Davud Aleyhisselamın orucundan daha çox oruç tutmuş olur. Yəni, mümkün deyil, yəni elə bir şey yoxdur ki, ondan qabaq görmə verilsin və ondan daha üstünə Allah Resulü'nün verilməsin. Allah daha doğrusunu bilir. Yəni, nəsiyyətim odur ki, birinci özümə, sonra hər bir müsəlman qardaş və bacıma bütün axır 10 günü ibadətli itaətdə keçirsinlər gecələrini. O halda Allahın iznilə nail olarlar o Qədir gecəsinə. Siz sədəqə dediniz. Onu mesela axır 10 gündə hər axşamdan sədəqə vermək. Olar inşallah. Böyle bilərsən. Nə olacaq ki? Elhamdülillah. Yəni, mən misal olaraq gətirdim ki, yəni sən hətta belə 1 manat belə sədəqə verirsən, o gecə düşsə, o gecəyə, yəni 83 ilsən, 1 manat nəzirdən vermirsən, sədəqə vermirsən elə bil ki. Yəni, o misal olaraqdır. Yəni, hər bir ibadət fərqi yox, dua elə, zikr elə. Yəni, necə bilirsiniz ki, Allah Resulü s.ə.v yanına kasıblar gəldi, dedilər ki, ey Allahın elçisi, varlılar bizi kesibdir və Allah Resulü s.ə.v onlara nə öyrədir? Zikir öyrədir. Düzdür, Subhanallah, elhamdülillah, Allahu Ekber. Budur, deməli sən
yoxdur imkanı, əlhəmdülillah zikr edirlər. Zikr ondan da əlhəmdülillah üstündür. Amma kimsə zikr edir və həmçinin sədəqə edir, sözsüz ki, ondan üstün olur. Bu da Allahın vəffəqəti ilədir. Və həmçinin də Fatimə radiyallahu anh öyrətməsi zikr tələb edirlər, Əli radiyallahu anhdan köməkçi. O deyir, mən sizə elə bir şey öyrədim ki, o ondan daha üstündür. Nəyə davet edir bu? Elə xüsusən elə qadınlara aiddir və hər birimizə. Nədir? Yəni zikr hətta belə fiziki belə olan işə belə adama kömək edir, güc verir, qüvvət verir. Sizə deyir, sənə köməkçi, xidmətçinin əvəzində zikr verir Allah Rəsulullah. Deməli, bu zikr deməli hətta belə onu belə əvəz edir. Biz nə etməliyik? Belə şeylərdən yəni qafil olmamalıyıq. Allahın izniyle daim dilimiz zikirdə olmalı. Allah daha doğrusunu bilir. Bir də mən sual belədir ki, o gecə yəni tərtəmiz başdan ayağa ayaq qalmaq lazımdır, yoxsa son 1/3-ünü ya yarısını? O bu şəxsə qayıdır. Yəni əslində belə bir şey yəni var da onu yata da bilərsən bir hissəsini, ibadətə də keçirə bilərsən. Söz olaraq yəni əgər imkan varsa o gecədən tam şəkildə istifadə etmək nə gözəl. Amma oturub misal üçün məsələn dostları yığmaq, yaxınları yığıb beləsən söhbətdən belə gecəni keçirmək və yaxud da futbol qabağında və yaxud da televizor qabağında həki necə şahid olub ki, yəni çox cahil insanlar təəssüflər olsun ki, bunu verirlər. Ancaq nədir? Ayaq qalmağa yəni qəsd edirlər. Yoxsa sən elə belə ayaq qalacaqsansa elə şeylərdə ondan sonra yatmağın sənin üçün daha fəzilətlidir. Yat heç olmasa sənə günahlar yazılmasın o gecə. Yəni o elə yat qələmlər qalxmış olsun. Amma ibadətdə, itaətdə keçirirsən, nə qədər bacarırsan o qədər, nə qədər gücün çatır o qədər. Allah subhanahu wa ta'ala bizim gücümüz çatmadığını bizə yükləməz. Nə qədər bacarırsan sənin xeyrinədir. Bacarırsan 1/3 hissəsini, 1/3 hissəsini. Bacarırsan yarısını, yarısını. Bacarırsan hamısını, hamısını. Elhamdülillah. Belə. Allah daha doğrusunu bilir. Aleykümselam və rahmetullah. Bir dənə də sual var. İman əhlinin yəni qəbirdə halı, əhvalı qısa onu bir sayıqlarsınız. Valla qəbir mövzusu elədir ki, necə bilirsiniz ki, bu qeybi məsələdir. Amma o ki qaldı, yəni qəbir sahabələr olub ki, yəni buna görə yəni bildirilib ki, yəni onlara belə sıxacaqdır. Sahabələri o qəbir sıxacaq. O da qaldı, yəni elə belə sıralı insana. Allah daha doğrusunu bilir. Sadəcə Allah'a sıxınmaq lazımdır bununla və əməllər eləmək lazımdır. Və əməl də ki, necə olmalıdır? Əməl yəni müvəffiq olmalıdır Allah Resulü'nün sünnəsi. Necə bilirsiniz ki, hər bir əməlin qəbul olunması üçün 2 şərt var. Və hər bir əməlinin fərqi yoxdur. Hansı ibadət olur olsun, yəni hansı növündən olur olsun, sən onu qoyacaqsan ölçüyə. Hər birimizdə ölçü olacaqdır bu. Ölçü var. 2 dənə şeydir zəmcimi. Birinci nədir? İxlas. Yəni sırf, xalis Allah üçün olmalıdır. İkinci nədir? Mutabəə. Yəni Allah Resulü s.ə.və elədiyi kimi olmalıdır. Görürsən, elə insanlar var ki, qardaşlar, yəni özlərini həlak edirlər. Hətta o qədər ibadət edirlər, o qədər zikir edirlər, sən onu deyə bilmərsən ki, onun ixlasında problem var. Görürsünüz, bidət əhlidir, sufidir. Onu sən deyə bilmərsən ki, bu insan və ona dilin də gəlmir. Və həmçinin həqiqət elə görünür. İnsan belə görürsən ki, həlak edir özünü. Və ixlasında heç bir problem vardır, problemi sünnədir. Təəssüflər olsun. Allah Resulü s.ə.v-in sünnəsi müvəffiq deyil. Allah Resulü s.ə.v elədiyi deyil. Bidət edir. Bəli, Allah s.ə.v hidayət versin. Nə deyək? Ona görə budur. Yəni ibadətin çoxluğu, ibadət necə olmalıdır? Allah Resulü s.ə.v-in sünnəsi müvəffiq olmalıdır və ixlaslı olmalıdır. Bu halda olsa, Allah s.ə.v həmçində daim ondan Allah'a sıxınma, o qəbir əzabından. Yəni sən, mən hər birimiz yəni necə görürsən, hər təşəkkürdə, axırda ondan sıxınırsın Allah'a. Deməli, yəni bu böyük bir təhlükədir. Böyük təhlükədir. Daim Allah'a sıxınmaq lazımdır. Və əlbəttə ki, o nəğim içində olanlar üçün gözəl olacaq, onlara cənnətdə yerləri görünəcək, genişlənəcək, gözləri belə gördüyü qədər və s. Bunlar hamısı var. Amma söhbət ona gəlirkən ona nail olmaq lazımdır. Yəni bu dünyanın yəni bəlbəzəyinə aldanmamaq. Yəni unutmamaq ki, bu dünya bizə qarşı cəza olaraq verilibdir. Adəm əleyhissalamı cənnətdən qovulubdur, cəza olaraq bu dünya verilibdir. Və sonra məsələn nədir? Bizim üzərindəki təzədən ora qayıtmağa, can atmaq və çalışmaq.
Cəza olaraq verilən dünya günüzü hərisi necə onu qazanmağa çalışırıq. Amma bizə əbədi olan nemətlər bəxş olmağa çox az çalışırıq. Allah daha doğrusunu bilir, Allah sonra bizə istifadə edilsin. Allah razı olsun. Haydi. Yoxsa sualımız? Allah sizə bərəkət versin. Amin.